Salamlar, vaxtınız xeyir olsun. Dekabr ayının 1-i, 2-si və 3-ündə artıq Rusiyanın qərbində və Qərbi Sibir ərazisində orta troposfer atmosfer təzyiqində artım gözlənir. Bu da ərazidə soyuq tipli antisiklon sisteminin aktiv olmasına səbəb olacaq. Soyuq antisiklon sistemi ərazidə soyuq havanın, yəni Qərbi Rusiyada və Qərbi Sibirdə soyuq havanın bloklanmasına səbəb olacaq. Bu Ural ərazisindəki soyuq havanın bloklanması və Qafqaz regionunda isə atmosfer təzyiqində azalma fonunda dekabr ayının 1-ci 10 günlüyü ərzində, daha çox dekabr ayının artıq 3-dən 4-dən başlayaraq dekabr ayının 9-u 10-na qədər olan müddət ərzində hava şəraitinin Qafqaz regionunda, Azərbaycan ərazisində və Xəzər hövzəsi ölkələrində hava şəraitinin tez-tez dəyişilməsi gözlənilir. Artıq bu proses tədricən dekabr ayının 4-də Rusiyanın qərbindəki antisiklonik sistemin bir qədər də şiddətlənməsi nəticəsində ərazidə havanın bloklanması gözlənilir. Lakin Qafqaz regionunda isə atmosfer təzyiqində azalma gözlənilir. Yəni Rusiyanın qərbi ilə müqayisədə Qafqaz regionunda isə atmosfer təzyiqində azalma gözlənilir. Bu da şimaldan soyuq havanın Qafqaz regionuna daşınmasına səbəb olacaq. Lakin Qara dənizdən, Aralıq dənizindən, eyni zamanda Xəzərdən daşınan rütubətli hava axınlarının regionda soyuq havanın toqquşması fonunda dekabr ayının 1-ci 10 günlük ərzində hava şəraitinin tez-tez qeyri-sabit keçməsi gözlənilir. Dekabr ayının artıq 4-ü axşama doğru və 5-də bu Qərbi Sibirdə, Mərkəzi Sibirdə və Qərbi Rusiyadakı antisiklonun davam etməsi gözlənilir və Qafqaz regionunda isə atmosfer təzyiqində azalma gözlənilir ki, bu da şimaldan davamlı olaraq soyuq havanın Qafqaz regionuna daşınmasına səbəb olacaq. Dekabr ayının artıq 6-sı axşama doğru və 7-si gündüz saatlarında bu Qərbi Sibir və Qərbi Rusiyadakı bu soyuq antisiklonun bir qədər də şiddətlənməsi ehtimalı var dekabr ayının 7-sində. Nəticədə bu da soyuq havanın davamlı olaraq Qafqaz regionuna daşınmasına səbəb olacaq. Dekabr ayının 9-unda isə artıq Avropanın şimalında, eyni zamanda Qərbi Rusiya arasındakı bu soyuq antisiklonik sistemin dekabr ayının 9-u və 10-unda bir qədər də güclənməsi və Qafqaz regionunda isə atmosfer təzyiqində azalma gözlənir ki, bu da şimaldan soyuq havanın davamlı olaraq Qafqaz regionuna daşınmasına səbəb olacaq. Və regiondakı rütubətli hava kütlələri ilə soyuq havanın toqquşması fonunda, yəni bu modelin təhlillərinə əsasən, Avropa modelinin yenilənmiş məlumatların təhlillərinə əsasən, dekabr ayının 1-ci 10 günlük ərzində Qərbi Rusiyada davamlı olaraq atmosfer təzyiqində artım gözlənilir. Cənubi Qafqazda isə atmosfer təzyiqində azalma gözlənilir ki, bu da regiona davamlı olaraq şimal-şərqdən və şimaldan soyuq havanın daşınmasına səbəb olacaq və eyni zamanda dənizlərdəki bu rütubətli hava axınlarının ilə toqquşan soyuq hava kütlələri regionda hava şəraitinin qeyri-sabit keçməsinə səbəb olacaq. Böyük Qafqazda, Kiçik Qafqazda, Qara dəniz regionunda yanğınların intensiv, güclü, şiddətli olması ehtimalı var. Nəticədə ərazidə qeyri-sabit hava şəraiti dekabr ayının 1-ci 10 günün sonlarına qədər olan müddət ərzində, yəni 9-u 10-na qədər davam etməsi gözlənilir. Hazırda Avropa modelinin yenilənmiş məlumatların təhlillərinə əsasən artıq dekabr ayının 1-ci həftəsi ərzində ümumi olaraq prosesin 1-ci mərhələsində Türkiyə regionunda hava şəraitində kəskin dəyişiklik gözlənilir. Artıq prosesin 2-ci mərhələsi nəticəsində isə artıq dekabr ayının 1-ci həftəsinin sonlarına doğru, yəni 4-ü və 5-dən başlayaraq artıq Qafqaz regionunda da hava şəraitində dəyişiklik gözlənir. Bu proses nəticəsində, prosesin 1-ci mərhələsində əvvəlcə Türkiyənin şimal-qərb və qərb ərazilərindən başlayaraq Türkiyənin mərkəzi və şərq rayonlarında havada kəskin dəyişiklik fonunda yağıntıların intensiv və güclü olması, xüsusən də dağ-eteği və dağlıq rayonlara qar yağması ehtimalı var. Artıq prosesin 2-ci mərhələsində isə dekabr ayının 5-i və 6-sından başlayaraq Qara dəniz və Aralıq dənizi ekstratropik siklonlarının soyuq aktiv hava dalğaları ilə regionda bir-birlərinin qarşılaması fonunda sistemin tədricən Kiçik Asiya ərazisindən Qafqaz regionuna daxil olması və Qafqazın şimalı və Qafqazın cənubunda Azərbaycan arasında artıq dekabr ayının 5-i və 6-sından başlayaraq hava şəraitində dəyişiklik gözlənilir. Bu proses nəticəsində artıq dekabr ayının 5-i gündüz saatlarında Qara dənizdən Türkiyə arasında daxil olan siklon sisteminin, eyni zamanda Aralıq dənizindəki soyuq nüvəli siklon sisteminin tədricən artıq Kiçik Asiya arasında Qafqaz regionuna doğru yaxınlaşması gözlənilir. Nəticədə ərazidə dənizlərdən daşınan rütubətli hava axınlarının Kiçik Asiya arasında və Qafqazın şimalı, Qafqazın cənubunda soyuq hava axınlarından qarşılaması fonunda regionda buludluluğun bir xeyli artması, troposferin
aşağı orta qatlarında rütubətliliyin, yəni nəmin bir xeyli artması gözlənilir. Bu da hava şəraitində kəskin dəyişikliyə səbəb olacaq. Artıq dekabr ayının 6-sında gündüz saatlarında isə bu prosesin bir qədər də tədricən artıq Türkiyənin şərq rayonlarına doğru yaxınlaşması nəticədə artıq Azərbaycan arasındakı qeyri-sabit hava şəraitinin artıq dekabr ayının 6-sı axşama doğru artıq regionun ölkənin bir çox regionlarında artıq qeyri-sabit hava şəraitinin hiss edilməsi gözlənilir. Dekabr ayının 6-sı axşama doğru və 7-si günün birinci yarısında isə bu soyuq ekstratropik siklon sisteminin artıq Türkiyənin şərq rayonlarından Azərbaycanın şimal-qərb rayonlarına doğru daha da təsirli olması fonunda Azərbaycanın Böyük Qafqaz rayonlarında, Gəncə Qazax ərazisində, eyni zamanda Kiçik Qafqaz rayonlarında, Naxçıvan ərazisində və Cəlilabad, Astara, Mərkəzi Aran rayonlarında, eyni zamanda Bakı, Abşeron, Sumqayıt ərazisində havada qurumluğun artması, tez-tez yanıntılar gözlənilir. Bu yanıntılı hava şəraiti Dağətəyi və Dağlıq rayonları, yəni dəniz səviyyəsindən 1500-1800 metrdən yüksəkliyə yerləşən ərazilərdə sulu qar və qar içərisində müşahidə ediləcək. Aran rayonlarında, şəhər mərkəzlərində yağış yağması gözlənilir. Bu proses tədricən dekabr ayının 7-si axşamına doğru və 8-də artıq havanın daha da soyulmasına səbəb olacaq. Çünki artıq bu sistem şimaldan davamlı olaraq soyuq hava axınlarını regiona daşıyacaq. Bu da soyuq hava kütlələri ilə Qara dənizdən, Aralıq dənizdən daşınan nəmlə eyni zamanda bu sistemin, yəni orta troposferdəki ekstratropik siklon sisteminin dönüşü ilə əlaqədar olaraq artıq bu sistemin, yəni bu ekstratropik siklon sisteminin sağ qolunun Xəzər dənizindən nəmin artıq Azərbaycan arasında daşınması və Qara dənizdən, Aralıq dənizindən daşınan davamlı nəmlə soyuq hava kütlələrinin toqquşması, qarışması fonunda dekabr ayının 8-i və 9-unda Azərbaycan arasındakı yanıntıların artıq intensiv və güclü olması ehtimalı var. Nəticədə Dağlıq rayonları artıq dekabr ayının 8-i və 9-unda intensiv xarakterlə qar yağması gözlənilir. Artıq dəniz səviyyəsindən 1800 metrdən yüksəkliyə yerləşən kəndlərdə qar örtüyünün əmələ gəlməsi ehtimalı var. Yəni artıq 2025-ci ilin dekabr ayının artıq 8-sində havanın daha da soyulması nəticəsində artıq Dağlıq rayonlarda qar örtüyünün əmələ gəlməsi gözlənilir. Yəni ilk ciddi qar örtüyünün artıq dekabr ayının 8-i və 9-unda Dağlıq rayonlarda qar örtüyünün əmələ gəlməsi gözlənilir. Bu proses tədricən artıq dekabr ayının 9-cu günün birinci yarısında tədricən Cənubi Azərbaycan arasına doğru yaxınlaşacaq və nəticədə Qafqazın şimalında hava şəraitində sabitləşmə gözlənilir, lakin soyuq hava şəraiti davam edəcək. Bu sistemin, yəni bu ekstratropik siklon sisteminin dağlıq ərazilərə daxil olması və ərazidə bir qədər prosesin dəyişilməsi fonunda, xüsusən Azərbaycanın cənubunda bu sistem tədricən artıq daha da ərazidə intensivləşəcək və Şimali Qafqazda hava şəraitində nisbətən sabitləşmə gözlənilir. Lakin dekabr ayının ümumilikdə dekabr ayının 9-u və 10-unda da regionda hava şəraitinin qeyri-sabit keçməsi, havanın soyuq keçməsi gözlənilir. Yəni Şimali Qafqaz yanıntılar səngilsə də soyuq hava şəraiti davam edəcək. Cənubi Qafqaz Azərbaycan arasında da dekabr ayının 9-u və 10-unda da soyuq və qeyri-sabit hava şəraitinin davam etməsi gözlənilir. Artıq dekabr ayının 9-u və 10-unda havanın temperaturunun kifayət qədər azalması fonunda regionda artıq temperatur anomaliyasının 1500 metr yüksəklikdə, yəni temperatur anomaliyasının bir xeyli azalması gözlənir. Bu da artıq soyuq havanın regionda aktiv olması mənasına gəlir. Prosesin birinci mərhələsində, yəni dekabr ayının birinci həftəsinin ilk günlərində, yəni dekabr ayının 1-i və 2-sində Azərbaycan ərazisində intensiv xarakterli yanıntılar müşahidə edilməsə də, Azərbaycanın şərq rayonlarında isə qısa metrli yanıntıların müşahidə edilməsi ehtimalı var. Bu sistem daha çox dekabr ayının əvvəllərində Türkiyə ərazisində aktiv olacaq. Artıq dekabr ayının 2-sinə doğru isə bu sistemin tədricən artıq Qafqaz regionuna doğru yaxınlaşması nəticəsində artıq Azərbaycanın şərq rayonlarında, qərb rayonlarında və cənub rayonlarında yanıntılarda intensivləşmə ehtimalı var. Artıq dekabr ayının 2-si axşama doğru və 3-ündə isə tədricən bu sistem artıq Azərbaycanın şimal-qərb və şimal-şərq rayonlarına doğru yaxınlaşacaq. Məsələn, Azərbaycanın şimal-şərq rayonlarında və Dağlıq Şirvan arasında yanıntılarda intensivləşmə gözlənilir. Dekabr ayının artıq 3-ündə, gündüz saatlarında isə bu sistem Azərbaycan xüsusən şimal-şərq rayonlarında yanıntılara səbəb olacaq. Dekabr ayının 3-ü axşama doğru və 4-ü artıq gündüz saatlarında isə daha çox Azərbaycanın, yəni 3-ündən 4-ünə qədər olan müddət ərzində Azərbaycanın daha çox Dağlıq Şirvan arasında yanıntılarda bir xeyli artım ehtimalı var.
Azərbaycan gördüyünüz kimi Dağlıq Şirvan ərazisində yağıntılarda bir xeyli artım ehtimalı var. Əraziyə maksimal yağıntının 24 saat ərzində, yəni 3-dən 4-ə qədər kilometr ərzində maksimal yağıntının 12-20 millimetrə qədər, yəni 1 metrin kvadratına 12-20 litrə qədər yağışın yağması, yağıntıların yağması gözlənir. Burada dağlıq rayonlarda daha çox dəniz səviyyəsindən 1800 metrdən yüksəliyə yerləşən ərazilərdə artıq yağışın sulu qara və qara keçməsi ehtimalı var. Dekabr ayının 5-i axşama doğru isə bu sistem gördüyünüz kimi Türkiyə ərazisində intensivləşəcək, güclənəcək. Nəticə Türkiyənin mərkəzində və şərq rayonlarında qarın intensiv və güclü yağması gözlənilir. Və bu hava axınlarının təsirindən, yəni bu sistemin ekstratropik siklon sisteminin hərəkət istiqaməti nəticəsində bu siklon sisteminin sağ qolunun Azərbaycan ərazisindən, Xəzər dənizindən Azərbaycanın şərq rayonlarına və Dağlıq Şirvan arasında davamlı olaraq nəmi daşıması fonunda Azərbaycanın şərq rayonlarında dekabr ayının 5-i və 6-sında yağıntılarda intensivləşmə ehtimalı var. Yəni bu o deməkdir ki, yağıntılarda ərazidə hava şəraitinin kəskin soyulması nəticəsində dənizdən daşınan davamlı olaraq nəm ərazidə hava şəraitinin kəskinləşməsinə səbəb olacaq. Bu proses artıq dekabr ayının xüsusilə də 6-sı axşama doğru Azərbaycanın artıq şimal-qərb rayonlarında hava şəraitində dəyişiklik davam etməsi gözlənilir. Dekabr ayının 6-sı axşama doğru Azərbaycanın Qarabağ ərazisində, yəni qərb rayonlarında Daşkəsən, Gədəbəy, Kəlbəcər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəncəzan ərazilərində və Naxçıvanın dağlıq rayonlarında qarın dekabr ayının 5-i və 6-sında intensiv yağması ehtimalı var. Yəni artıq dağlıq ərazilərdə dəniz səviyyəsindən 1800 metrdən yüksəliyə yerləşən ərazilərdə yağışın sulu qara və qara çitməsi və qar örtüyünün əmələ gəlməsi gözlənir. Artıq dekabr ayının tədricən 7-sində isə bu sistem 7-si axşam və 8-sində Qaradəniz ərazisində, Türkiyənin Qaradəniz ərazisində intensivləşəcək və Azərbaycanın şimal rayonlarında və şimal-şərq rayonlarında yağıntılarda güclənmə ehtimalı var. Dekabr ayının 8-si axşama doğru Azərbaycanın şimal-şərq rayonlarında yağıntılar davam edəcək və Azərbaycanın cənub rayonlarında eyni zamanda Zəngəzur ərazisində və Naxçıvan ərazisində də lokal xarakterli yağıntılar davam edəcək. Artıq dekabr ayının 10-unda, 9-u və 10-unda isə Şimali Qafqazda və Azərbaycanda yağıntıların əksəriyyətində azalma gözlənilir. Lakin bir qədər Böyük Qafqazda qısa müddətli yağıntılar müşahidə edilə bilər. Lakin bu sistemin əsas gücünün isə Cənubi Azərbaycan arasında aktiv olması gözlənilir. Və bu sistem tədricən artıq Mərkəzi Asiyaya doğru dekabr ayının 10-u və 11-də artıq Mərkəzi Asiyaya doğru hərəkət edəcək və regionda hava şəraitinin nisbətən dekabr ayının 11-də sabitləşsə də, lakin soyuq hava şəraitinin davam etməsi gözlənilir. Ümumi olaraq dekabr ayının 10-una qədər olan müddət ərzində, yəni dekabr ayının birinci 10 günlüyün daha çox sonlarına doğru Qafqaz regionunda yağıntılarda bir xeyli artım gözlənilir. Ən güclü yağıntılar Türkiyənin Qaradəniz sahillərində yağacaq. Türkiyənin Qaradəniz sahillərində maksimal yağıntının 200 mm-dən də artıq yağması gözlənilir. Model 168 mm göstərsə də bu yağıntının maksimal həddinin 200 mm keçməsi ehtimalı var. Hətta ən güclü yağıntılar isə Gürcistan sahillərində yağacaq 250 mm yaxın, yəni 193 mm-dən 250 mm yaxın. 1 metrin kvadratına 250 litrə yaxın yağış yağması gözlənilir. Və eyni zamanda Şimali Qafqaz ərazisində, Şimali Qafqaz sahillərində yağıntıların 36 litrə yaxın olması gözlənilir. Azərbaycanın cənub rayonlarındakı yağıntılarının 132 mm-dən, yəni 132 litrdən artıq bir yağıntıların yağması gözlənilir. Nəticədə Dağlıq Şirvanın dağlıq ərazilərində, eyni zamanda Kəlbəcər, Laçın, Xankəndi ərazilərində qar örtüyünün əmələ gəlməsi ehtimalı var və Naxçıvanın dağlıq ərazilərində də qar örtüyünün əmələ gəlməsi ehtimalı var. Dekabr ayının yəni dekabr ayının birinci 10 günün sonlarına doğru Bakıda maksimal yağıntının dekabr ayının 10-una qədər olan müddət ərzində 10-12 litrə qədər yağış yağması gözlənir. Bu da yəni intensiv, güclü bir yağıntıya səbəb olmayacaq. 10-12 mm orta güclü bir yağıntıdır. Yəni qısa müddətli sel hadisələri, yəni Bakının bəzi ərazilərində qısa müddətli su batma hadisələri müşahidə edilə bilər. Daha çox Azərbaycanın Dağlıq Şirvan ərazisində, Qarabağ ərazisində, eyni zamanda Lənkəran asılı ərazilərində yağıntılarda güclənmə nəticəsində dəniz səviyyəsindən 1800 metrdən yüksəliyə yerləşən dağ şəhərlərində qar yağması, dağətəyi rayonlarda isə yağışın yağması və bir qədər sulu qar yağması, şəhər mərkəzlərində aranda isə yağış yağması gözlənir.
Dekabr ayının 1-i, 2-si və 3-ündə artıq Rusiyanın qərbində və Qərbi Sibir ərazisində orta troposferdə atmosfer təzyiqində artım gözlənilir. Bu da ərazidə soyuq tipli antisiklon sisteminin aktiv olmasına səbəb olacaq. Soyuq antisiklon sistemi ərazidə soyuq havanın, yəni Qərbi Rusiyada və Qərbi Sibirdə soyuq havanın bloklanmasına səbəb olacaq. Bu Ural ərazisindəki soyuq havanın bloklanması və Qafqaz regionunda isə atmosfer təzyiqində azalma fonunda dekabr ayının 1-ci 10 günlüyü ərzində, daha çox dekabr ayının artıq 3-dən 4-dən başlayaraq dekabr ayının 9-u 10-una qədər olan müddət ərzində hava şəraitinin Qafqaz regionunda, Azərbaycan ərazisində və Xəzər hövzəsi ölkələrində hava şəraitinin tez-tez dəyişilməsi gözlənilir. Artıq bu proses tədricən dekabr ayının 4-də Rusiyanın qərbindəki antisiklonik sistemi bir qədər də şiddətlənməsi nəticəsində ərazidə havanın bloklanması gözlənilir. Lakin Qafqaz regionunda isə atmosfer təzyiqində azalma gözlənilir. Yəni Rusiyanın qərbi ilə müqayisədə Qafqaz regionunda isə atmosfer təzyiqində azalma gözlənilir. Bu da şimaldan soyuq havanın Qafqaz regionuna daşınmasına səbəb olacaq. Lakin Qara dənizdən, Aralıq dənizindən, eyni zamanda Xəzərdən daşınan rütubətli hava axınlarının regionda soyuq havanın toqquşması fonunda dekabr ayının 1-ci 10 günlük ərzində hava şəraitinin tez-tez qeyri-sabit keçməsi gözlənilir. Dekabr ayının artıq 4-ü axşama doğru və 5-də bu Qərbi Sibirdə, Mərkəzi Sibirdə və Qərbi Rusiyadakı antisiklonun davam etməsi gözlənilir və Qafqaz regionunda isə atmosfer təzyiqində azalma gözlənilir ki, bu da şimaldan davamlı olaraq soyuq havanın Qafqaz regionuna daşınmasına səbəb olacaq. Dekabr ayının artıq 6-sı axşama doğru və 7-si gündüz saatlarında bu Qərbi Sibir və Qərbi Rusiyadakı bu soyuq antisiklonun bir qədər də şiddətlənməsi ehtimalı var dekabr ayının 7-sində. Nəticədə bu da soyuq havanın davamlı olaraq Qafqaz regionuna daşınmasına səbəb olacaq. Dekabr ayının 9-unda isə artıq Avropanın şimalında, eyni zamanda Qərbi Rusiya arasındakı bu soyuq antisiklonik sistemi dekabr ayının 9-u və 10-unda bir qədər də güclənməsi və Qafqaz regionunda isə atmosfer təzyiqində azalma gözlənilir ki, bu da şimaldan soyuq havanın davamlı olaraq Qafqaz regionuna daşınmasına səbəb olacaq. Və regiondakı rütubətli hava kütlələri ilə soyuq havanın toqquşması fonunda, yəni bu modelin təhlillərinə əsasən, Avropa modelinin yenilənmiş məlumatların təhlillərinə əsasən dekabr ayının 1-ci 10 günlük ərzində Qərbi Rusiyada davamlı olaraq atmosfer təzyiqində artım gözlənilir. Cənubi Qafqazda isə atmosfer təzyiqində azalma gözlənilir ki, bu da regiona davamlı olaraq şimal-şərqdən və şimaldan soyuq havanın daşınmasına səbəb olacaq və eyni zamanda dənizlərdəki bu rütubətli hava axınlarının ilə toqquşan soyuq hava kütlələri regionda hava şəraitinin qeyri-sabit keçməsinə səbəb olacaq. Böyük Qafqazda, Kiçik Qafqazda, Qara dəniz regionunda yanğınların intensiv, güclü, yerli, şiddətli olması ehtimalı var. Nəticədə ərazidə qeyri-sabit hava şəraiti dekabr ayının 1-ci 10 günün sonlarına qədər olan müddət ərzində, yəni 9-u 10-una qədər davam etməsi gözlənilir. Lakin Avropanın şimalında, Qərbi Rusiya ərazisində isə geniş əraziləri əhatə etməsi gözlənilən antisiklonik bloklanmanın ərazidə aktiv olması gözlənilir. Bu o deməkdir ki, dekabr ayının 1-ci 10 günlük ərzində qeyri-sabit hava şəraiti daha çox Qara dəniz ölkələrində və Qafqazda müşahidə ediləcək. Eyni zamanda dekabr ayının artıq 1-ci 10 günün sonlarına doğru, yəni artıq 7-si, 8-si, 9-unda isə proses daha da kəskinləşəcək. Nəticədə Avropanın şimalında geniş əraziləri əhatə etməsi gözlənilən güclü bir antisiklonik bloklanma gözlənilir. Bu sistemin təsirindən Avropanın şimalında hava kütlələri bloklanacaq, eyni zamanda Avropanın şimal-qərbində hava axınları bloklanacaq. Daha çox bu sistem artıq Avropanın cənubuna doğru və Avropanın şərqinə doğru soyuq havanın daşınmasına səbəb olacaq. Avropanın İskanderun modeli artıq bu Avrasiya arasındakı hava şəraiti haqqında ümumi təhlillər təqdim edir. Nəticədə dekabr ayının 1-ci 10 günlük ərzində artıq Rusiyanın qərbində böyük bir antisiklonik bloklanma gözlənilir. Bu sistemin təsirindən şimaldan soyuq hava kütlələrinin tez-tez Qafqaz regionuna daxil olmasına səbəb olacaq. Qara dəniz ərazisindən Türkiyə arasında qeyri-sabit hava şəraiti davam edəcək. Dekabr ayının artıq 7-si və 8-sində isə bu ekstratropik siklon sistemi artıq Azərbaycan arasında daxil olacaq və şimaldakı bu bloklanma dekabr ayının 9-u və 10-unda daha da güclənəcək. Dekabr ayının 1-ci 10 günlük ərzində Avropanın şimalındakı Skandinaviya ərazilərində, Rusiyanın qərbində, Qərbi Sibirdə, eyni zamanda Ural dağları ərazisində geniş əraziləri əhatə etməsi gözlənilən böyük bir
güclü bir antiklonlik bloklanma gözlənir. Lakin Türkiyənin Qara dəniz ərazisində, Aralıq dənizinin şərqində, eyni zamanda Şimali Qafqazda, Cənubi Qafqazda, Xəzər hövzəsi ölkələrində isə atmosfer təzyiqində Qərbi Rusiya ilə müqayisədə bir xeyli azalma gözlənilir ki, bu da dekabr ayının birinci 10 günü ərzində regionda hava şəraitinin tez-tez kəskin dəyişilməsinə, havanın temperaturunun aşağı enməsinə, yəni dekabr ayının çox illik göstəricilərindən aşağı enməsinə səbəb ola bilər. Bu da dəniz səviyyəsindən 1500-1800 metrdən yüksək yerləşən ərazilərdə qar yağmasına, şəhər mərkəzlərində isə, aranda isə yağışların yağmasına və bir qədər intensiv yağışların yağmasına səbəb ola bilər. Qlobal modellər onu göstərir ki, La Niña'nın neytral dövründə və bir qədər zəif La Niña müşahidə edilir hazırda faktiki olaraq. Eyni zamanda qlobal modellərin digər bir siqnalı da var ki, zəif şimal qütbündəki zəif siklonların üstünlüyü, yəni bu da polar vortexin şimal qütbündəki stratosfer və troposferin yuxarı qatlarındakı qütb burulğanlarının bir xeyli zəifləməsi müşahidə edilir. Bu sistemlərin siqnalları onu göstərir ki, nəticədə bloklanmaların sayında da artım gözlənilir. Yəni Rusiyanın şimalında bloklanmalarda artım gözlənilir, Avropanın şimalındakı bloklanmalarda artım nəticəsində regionda hava şəraitinin tez-tez dəyişilməsi ehtimalı var. Yəni bu neytral La Niña dövründə, La Niña'nın zəif olduğu dövrlərdə eyni zamanda şimal qütbündəki qütb vorteksinin adlanan bir sistem proses var. Onun zəif olduğu dövrlərdə, yəni bu 2-3 siqnal onu göstərir ki, Avropanın şimalında, eyni zamanda Rusiyanın qərbində və Qərbi Sibirdə, Ural dağları arasındakı antiklonlik bloklanmalar, antiklon bloklanmalar daha çox olur, daha uzun müddətli olur. Nəzərdə dekabr ayının birinci 10 gün ərzində bu bloklanmanın 7-10 gün ərzində ərazidə aktiv olması və Qafqaz regionunda isə atmosfer təzyiqində azalma gözlənilir ki, bu da regionda hava şəraitinin tez-tez soyulmasına səbəb olacaq. Bu günlük bu qədər. Növbəti günlərdə atmosfer proseslərində gözlənilən ən son dəyişikliklər haqqında kanalda yenilənmiş məlumatların təhlilləri yayımlanacaq.